Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən informatika müəllimi Şəlalə Qoçeva. Bu gün sizlərlə 9 mart 2025-ci il tarixində keçirilmiş dövlət qulluğu imtahanından bəzi qəbul suallarının izahına birgə baxacağıq. Vaxt itirmədən başlayaq elə ilk sualımızdan. Düzbucaqlı şəklində seçilmiş xanalar qrupu necə adlanır? Yadda saxlayaq. Düzbucaqlı şəkildə seçilmiş xanalar qrupu diapazon adlanır. Və diapazonda 2 nöqtə işarəsindən istifadə olunur. İkinci sual, sərlövhələri yerləşdirmək olar. Sərlövhələri hara yerləşdirmək olar? Məsəl üçün, belə bir sənədimizdə səhifənin yuxarı hissəsinə fikir verin, müəllifin ad soyadı və yaxud da ki, əlaqə nömrəsi. Aşağı hissəsində isə səhifənin aşağısına digər əlaqə məlumatları yer alır. Bunlar adlanır sərlövhə. Aşağı hissədə yerləşən adlanır aşağı sərlövhə və ya aşağı kalan titul. Yuxarı hissədə yerləşən isə yuxarı sərlövhə və ya yuxarı kalan titul adlanır. Deməli, bu məntiqlə sərlövhəni hara yerləşdirmək olar? Səhifənin yuxarı və yaxud da aşağı hissəsində. Doğru cavab B variantı. Üçüncü sual, aşağıdakılardan hansı hərbi müəssisələri göstərən domendir? Hərbi müəssisələr milli sözündən götürülüb, domen adı mildir. Digər variantlardakı education sözündən götürülüb, təhsil, network sözündən götürüb şəbəkə və agentliklər və ya providerları göstərir. Kommersiya təşkilatları, orq isə qeyri-kommersiya təşkilatlarını göstərən domendir. Doğru cavabımız burada hərbiyə görə mildir. Dördüncü sual, doğru mülahizələri müəyyən edin. Gigabot yaddaş tutumunun ölçü vahididir. Xeyr, yaddaş tutumunun ölçü vahidi gigabot yox, gigabaytdır. 1 bu cəhətinə görə yanlışdır, bizdən doğruları istəyir. O zaman elə 1 olan variantları atıram. Çünki 1 yanlışdır. 2-yə baxaq, strimmer verilənləri maqnit lent üzərində saxlayan daxili yaddaş qurğusudur. Xeyr, strimmer xarici yaddaş qurğusudur. 2 də ona görə səhvdir. O zaman 2 olan variantları da açsaq, doğru cavab qalır B variantı. 3-də deyir, skaner periferiya qurğularını idarə edən qurğudur. Xeyr, periferiya qurğularını idarə edən qurğu kontrollerdir. 3 ona görə yanlışdır. 4-də KMOS. Deməli, KMOS yaddaş kompüterin konfiqurasiyası və sazlanması haqqında verilənləri uzun müddət saxlanması nəzərdə tutulmuş yaddaş qurğusudur. Bəli, bu doğrudur. 5. Prosesorla yaddaş və ya giriş-çıxış qurğularının kontrolleri arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edir. Bəli, bu da doğrudur. 6. Kontroller idarə qurğusu olub, giriş-çıxış qurğularının mərkəzi prosesorla əlaqələndirir. Bəli, doğrudur. Hətta bunu qeyd edeyim ki, periferiya qurğuları ilə kompüteri əlaqələndirən proqram desə driver, qurğu desə isə kontroller nəzərdə tutulur. Proqramdırsa driver, qurğudursa kontroller. 7. Plotter giriş qurğusudur. Xeyr. Adı P ilə başlayan qurğular çıxış qurğusudur. 7 də ona görə yanlışdır. 4, 5, 6 doğru cavab B variantı. 5-ə baxaq. 5 kilobayt çıxılsın, 1 kilobayt 136 bayt ifadəsinin nəticəsi neçə bayt olar? Ümumiyyətlə, həmişə bu tip suallarda fikir verin ki, sizdən cavabı hansı ölçü vahidində soruşur, bizdən baytdan istəyir. Deməli, mənim üçün məsələn şərtində verilən kilobaytları gətirməliyəm bayta. Və bunu açılmış şəkildə yazsaq, bu o deməkdir ki, 5 kilobayt çıxılsın, 1 kilobayt, üstə gəl 136 bayt. Yəni, bu 1 kilobayt 136 bayt açılışı bu formada yazılır. Və bunu da qeyd edeyim ki, informasiyanın ən kiçik ölçü vahidi bit, əsas ölçü vahidi bayt, baytdan sonra isə böyük gəlir kilobayt. Və biz demişik ki, bitlə baytın arasında 2/3 söhbəti var. Baytdan aşağıya doğru isə, yəni ölçü vahidləri artdıqca isə aralarında 2/10 söhbəti var. Və bu çevrilmələrdə biz belə bir ipucunu yadda saxlayırıq kabab sözü ilə. Kabab. Bu nə deməkdir? Kiçikdən böyüyə böl. Yəni, kiçik ölçü vahidindən böyük ölçü vahidinə doğru getdikcə böl. İndi mən nə edirəm? Kilobaytdan getməliyəm bayta.
Bu zaman nə edirəm? Əksinə gedirəm. Mən böyükdən kiçiyə gedirəm. Deməli, kababla yadda saxlamışıq ki, kiçikdən böyüyə gedəndə bölməliyəm. Deməli, əksi proses. Böyükdən kiçiyə gedəndə də vurmalısınız. Bəs nəyə vurmalısınız? 2 üstü 10-a. O zaman bunu belə yazarıq. 5 vurulsun 2 üstü 10. Çıxılsın. 1 kilobaytım elə 2 üstü 10 baytdır. Çıxılsın 2 üstü 10. Və bu çıxma, bu müsbətə vurulur. Üstə gəlməni çevirir, eləyir çıxma. Çıxılsın 136 bayt. Artıq bütün ölçülər baytlandır və bunları da hesablasaq doğru cavab bizə verir 3960 bayt. Doğru cavab A variantı. 6-ya baxaq. Kompüterinizə bulaşdıqdan sonra hər hansısa bir qovluğu şifrələyərək mövcudluğu haqqında ekrana bildiriş göndərir və daha sonra şifrələnmiş məlumatların deşifrə olunması üçün Bitcoin və ya digər kriptovalyuta sistemləri vasitəsilə ödəniş tələb edir. Bu ransomware-dir. Hətta qeyd edeyim ki, nəzəriyyədə bunların hamısı bir-bir ardıcıllıqla verilib və bu ransomware təsadüfi deyil, artıq dəfələrlə imtahanda istifadə olunub müxtəlif kateqoriya qəbullarda. Və həqiqətən də ransomware-in tərifi açıqlanması ilə sizə nəzəriyyədə qeyd olunub. Buna fidya proqramı da deyilir. Necə ki, real həyatla əlaqələndirsək, məsələn, kimsə dəyərli bir əşyasını oğurlayır və qarşılığında ödəniş tələb edir və siz həmin ödənişi eləyəndən sonra sizin əşyanızı qaytarır. Ransomware də onun kimi qovluğunuzu şifrələyir və onun da şifrəsinin açılması hesabına, deşifrə olunması hesabına ödəniş tələb edir. Ödənişdən sonra da deşifrə prosesi həyata keçir. Bu olacaq, doğru cavab ransomware A variantı. Daha sonra keçək digər sualımıza. Bu bir Excel sualıdır. Verilmiş cədvəl fraqmentində hesablamaların yerinə yetirilməsindən sonra A7 xanasında alınan nəticəni müəyyən edin. Baxırıq A7 xanasında qeyd olunmuş düsturumuza. C6 çıxılsın, A6 vurulsun, B6. Deməli, mən bunu hesablamağım üçün A6-nı da, B6-nı da, C6-nı da hesablamalıyam. Nəyə görə bura diqqət eləyirik? Çünki bəzən məsələnin şərtində sizdən tamamilə başqa bir şey soruşur. Cədvəldə, məsələn, belə bir cədvəl fraqmentində, məsələn, daha çox düstur verə bilər, daha çox funksiya verə bilər, amma məsələnin şərtində tamam başqa bir şey soruşar. Bu cəhətdən həmişə ilk öncə belə suallara tələsməyin, əvvəlcə məsələnin şərtini analiz edin, ondan sonra artıq hesablamaya başlaya bilərsiniz. Əvvəlcə hesablayaq A6-nı. Deyir ki, A1, A5 diapazonunun average, yəni ədədi ortasını hesablayın. Biz də A1-dən A5-ə ədədi ortanı hesablasaq 5, 4, 9, 15, 17, 25. Deməli, cəm edir 25 və bölürük bunların sayına. 25-i də 5-ə böləndə doğru cavab eləyir. Average də 5. Maksimum, daha sonra B6 xanasında qeyd olunub. Maksimum B1, B5 diapazonu. Maksimum ən böyük ədədi tapmaqdır. Burada da ən böyük ədədimiz 6. Qeyd elədik 6-nı. Və C6 xanasına qeyd olunub sum C1, C5. Yəni C1 və C5 xanalarının diapazonunun cəmi. 8, 6, 14, 21, 31 və 2, 33. Burada da elədəcəm 33. İndi gətirək yerinə qoyaq A7-də. A7 bərabərdir. C6 vurulsun, yəni 33 çıxılsın, daha doğrusu. A6, yəni 5 vurulsun, B6. B6-da qeyd olunub 6. Və biz bilirik ki, riyazi ifadələrdə vurma bölmə varsa, əvvəlcə vurma bölmə, daha sonra isə toplama çıxma ardıcıllıqla həll olunmalıdır. Yəni, bu ifadə əvvəlcə vurma həll olunur. 5-ə 6-ya vururuq 30, 33-dən 30 çıxanda doğru cavab eləyir 3. C variantı. Daha sonra baxaq 8-ci suala. Hər hansı qovluqda test.doc faylı saxlanılır, həmin qovluqda alt qovluq yaradılır və test.doc faylı yeni yaradılmış alt qovluğa daşınır. Bundan sonra həmin faylın tam adı aşağıdakı kimi olur. Bax, bu şəkildə qeyd olunur. Daşınmaya qədər faylın tam adı aşağıdakılardan hansı olub? Baxın, əvvəlcə deyir test.doc faylı bir dənə qovluqda var imiş.
Sonra həmin o hansı qovluqdaymış ki, onun içərisinə bir dənə alt qovluq yaradılıb və test dokda həmin alt qovluğa daşınıb. Deməli, ən sonuncu burada yaradılan proqramlar imiş ki, onun da içərisinə gətirib qoyublar bu test.doc faylını. Və bizdən də əvvəlki tam adı soruşur. Yəni daşınmazdan əvvəl. Deməli, son yaradılan proqramlar olub. İndi mən onu ləğv eləyirəm və geridə qalanları birləşdirirəm. Əvvəlki tam adı müəyyənləşdirmiş oluruq. Doğru cavab olacaq burada C variantı. Yəni proqramları biz sadəcə bu siyahıdan proqramları çıxartmalıyıq. Daha sonra 9-cu sual. X adlı şəxsə tanımadığı bir hesabdan aşağıdakı məzmunda mesaj daxil olur. Hörmətli X, siz 2000 manat pul mükafatı qazanmısınız. Mükafatı əldə etmək üçün bu mesajı onun dostunuza göndərməli və aşağıdakı linkə daxil olaraq bank məlumatlarınızı təqdim etməlisiniz. Link bu şəkildədir. Bu halda aşağıdakılardan hansı doğrudur? Bu linkə baxılan zaman bunun saxta bir link olduğu aşkar şəkildə görsənir. Və biz də bilirik ki, mənbəyi bilinməyən və yaxud da naməlum mənbələrdən gələn linklərə toxunmaq olmaz. Yəni, həmin linklərə biz giriş etməməliyik. Nəinki onu hələ biz 10 nəfərə göndərək. Deməli, biz bu linkə ümumiyyətlə daxil olmuruq. Hətta bu mesajı silirik. Bu şəxsi də blok edirik. Doğru cavab olacaq B variantı. 10-cu sual. Kompüter qrafikası vasitələri ilə onların təyinatı arasındakı uyğunluğu müəyyən edin. Bu sualımız AC kateqoriyası üçün bir qəbul sualıdır. Biraz sualın həcmi böyükdür. Bunu biraz da kiçildək. Deməli, baxaq. Riyazi cəhətdən təsvir olunan həndəsi obyektlərin əmələ gətirdiyi spesifik tipli qrafik təsvirlər üçündür. Həndəsi obyektlər deyirsə, bu vektor qrafikasıdır. 2 uyğun olacaq. B-də deyir, xüsusi bir hissə, bütün hissə haqqında təsəvvür yaratdığından təbiətdə flora və faunanın bir çox əsrarəngiz gözəlliklərinin təsvir edilməsi üçün istifadə olunur. Bu fraktal qrafikadır, yəni heç bu ümumiyyətlə uyğun deyil. C-də deyir ki, rəsmlərin ən yaxşı emal vasitəsi olması ilə səciyyələnir. Bəli, bu raster qrafik təsvirlərdir ki, rəsmləri daha yaxşı emal etmək olur. Sadəcə bu piksellər şəklində olduğu üçün şəklin keyfiyyəti zəif olur. Amma emal vasitəsi olaraq ən yaxşısı rasterdir. D-də deyir, kino və televiziya sahəsində xüsusi effektlərin hazırlanması, obyektlərin modelləşdirilməsi üçün istifadə olunur. Bu üç ölçülü qrafikadır. Y-də deyir, avtomatik generasiya olunan öz-özünə oxşarlıq əlamətinə malik təsvirlərin yaradılması üçündür. Bu da fraktal qrafikaya aid. Yəni, heç bir variantımıza uyğun gəlmir. 1-ə C, 2-yə A, 3-ə D. Doğru cavab olacaq A variantı. 11-ci sual. Sənəddə seçilmiş mətn fraqmentinə fon rənginin verilməsi. Fikir verin, sizə mətnin rəngi demir, şriftin rəngi demir. Sizə mətn fraqmentinə fon rənginin verilməsi deyir. Bunun üçün hansı düymə kilitlənməlidir? Bu zaman A variantında qeyd olunan biz əmrdən istifadə etməliyik. Daha sonra B variantında qeyd olunan bu change case əmrinin piktoqramıdır, ikonudur. Hansı ki, mətnin, şriftinin və yaxud da seçilmiş abzasın artıq müəyyən hərflərini, şriftlərini verilmiş formalara uyğun gətirir. Məsələn, mətnin bütün hərfləri kiçiklə yazılsın, lower case, bütün hərflər böyüklə yazılsın, upper case və s. C variantında qeyd olunan clear formatting əmridir, mətnin formatını təmizləyir. D variantındakı font colordur, şriftin rəngini dəyişir. Y variantında isə format painter əmri bir mətnin formatını başqa bir mətnə köçürmək üçün istifadə olunan əmrdir. Mətn fraqmentinə fon rəngi isə bu text highlight əmri vasitəsilə biz həyata keçiririk. 12-ci sual. Seçilmiş slayda tətbiq edilən keçid effektlərinin kateqoriyalarını müəyyən edin. Ümumiyyətlə, burada bizim iki cür anlayışımız var. Biri var, slayda tətbiq edilən keçid effekti. Bir də var, slayd obyektinə tətbiq edilən keçid animasiyaları.
Slayda tətbiq olunubsa, söhbət transition tabından gedir və transitions tabında da keçid effektlərinin kateqoriyaları 3 dənədir. Subtle, exciting və dynamic content. 2, 7, 8 doğru cavab B variantı. Birdəki entrance slide obyektinə verilən animasiyanın kateqoriyasıdır. Daha sonra Vis previews bu slide obyektinə verilən animasiyanın başladılma formasıdır. Həmçinin motion pass, exit və emphasis də slide obyektinə verilən animasiyaların keçid kateqoriyalarıdır. Doğru cavab 2, 7, 8 B variantı. 13-cü suala baxaq. Verilmiş cədvəl fraqmentinə əsasən D2 xanasında olan düsturu D3 xanasına köçürdükdən sonra alınan düsturu müəyyən edin. Deməli, baxırıq ki, D2 xanasında 110 yazılıb, amma biz buna aldanmırıq, çünki bizim düsturumuz formula barda qeyd olunub. Yazılıb. D2 xanasında A2 vurulsun, dollar C, dollar 1 və biz bunu köçürməliyik D3 xanasına. Qeyd eləyək ki, harda dollar işarəsi varsa, biz həmin ünvanlara, həmin xanalara və yaxud həmin sətr sütuna toxuna bilmirik. Və baxırıq ki, burada C1 xanası mütləq ünvandır. Niyə? Çünki dollar var. O zaman variantlara baxırıq və hansı variantda bu dəyişilmə var, onunla o variantları atırıq gedir. Məsələn, B variantında C1-in dolları yoxdur, getdi. C-də C1-i dəyişib getdi. Y variantında C1-i dəyişib getdi. Qalırıq A ilə D-nin arasında. Və mən baxıram ki, D2-dən D3-ə gələn zaman mənim dəyişənim sətr nömrələrimdir və sətr nömrələri +1 artır. Deməli, mənim burada da A2 xanam +1 sətr nömrəsini artırıb olacaq A3. C1 isə mütləqliyindən olduğu kimi qalır. Doğru cavab olacaq A variantı. 14-də baxaq. Plain number 2 əmri nə üçün nəzərdə tutulub? Baxırıq ki, bu page number əmrinin daxilində olan bir seçimdir. Və baxırıq ki, harda qeyd olunub sətr nömrələri? Səhifənin aşağısında. Və plain number 1 yazılanda səhifənin sol aşağı küncü, 2 yazılanda aşağıda, ortada və plain number 3 olanda isə 3 isə sağ aşağı küncdə qeyd olunur. Yəni bu hissədə. İndi bizdən plain number 2-ni soruşur. Bu harda yerləşir? Sənədin aşağı orta tərəfində. Doğru cavab olacaq C variantı. Daha sonra 15-ə baxaq. OC modelinin aşağıdan yuxarıya ilk 5 səviyyəsini ardıcıl düzün. Ümumiyyətlə demişəm ki, bunu əzbərləməkdə çətinlik çəkirsinizsə, belə bir bizim ifadəmiz var. Tanısın şükufə. Bunu yazın və bunun samitlərini arxadan əvvələ doğru düzdükdə OC-nin 7 səviyyəsini siz kiçikdən böyüyə doğru, aşağıdan yuxarıya doğru düzmüş olacaqsınız. Burada F fiziki, K kanal, Ş şəbəkə, N nəqliyyat, S seans, N nümayiş, buna təqdimatda deyirlər, T isə tətbiqi. Vəssalam. Bizdən nəyi soruşur? Aşağıdan yuxarıya ilk 5 səviyyəni düzün. Fiziki, kanal, şəbəkə, nəqliyyat və seans. Deməli olacaq 2, 4, 5, 1, 3. Doğru cavab C variantı. Ümid edirəm ki, bu izah sizin üçün tamamilə aydın olmuşdur. Suallarınız varsa, suallarınızı verə bilərsiniz videonun şərh hissəsində. Əlavə mövzularda hər hansısa bir bölmədə çətinliyiniz varsa, qeyd edə bilərsiniz. Hər biriniz uğurlar arzulayıram. Sağ olun.